60 manat pul istəyiblər, ondan gətirə bilməyib. Amansızca öldürüb, döyüblər. Maşınla üstündən keçiblər. Gözünü çıxardıblar. Əmisi deyir ki, başı nə gündəydi bilinmirdi. Onu atıblar, orada belə qalıb və bunu görən hansısa hafizəçi inilti səsi eşidib gecə ilə və götürüb polisə zəng vurub gəliblər və xəstəxanada dünyasını dəyişib. Bu ölkədə edam mütləq qərarı yenidən bərpa olmalıdır. Belə insanlar İranda kimi asılmalıdırlar? Belə insanlar İranda kimi asılmalıdırlar? Dünənə kimi edama etiraz edənlər indi cana yığılıb, öz dövlətlərindən edam cəzasının bərpasını tələb edirlər. Xüsusən də Türkiyə və Azərbaycanda bu istəklər çoxalmaqdadır. Onlar indi başa düşürlər ki, qanqren olan orqan kəsilməyəndə bütün bədəni məhv edir. Onlar İslamın 1400 il əvvəl gətirdiyi ilahi qanunun mahiyyətini indi yaşayaraq, təcrübə edərək anlayırlar. Allahın bütün qanunları belədir. İndi lağ olunan, məsxərə olunan bütün İslam qanunlarını vaxt gələcək, insanlar təcrübə edərək, özləri başa düşərək tələb edəcəklər. Eğer şeriat kanunları yürürlüğe girecekse ben sonsuz kapanmaya hazırım. Yeter ki bunları assınlar. Assınlar. Tabii ki çözüm caydırıcıdan, yani çok ciddi bir caydırıcılık. Ben şeriat, kapanmak vesaire sonsuz kabul ediyorum. Yeter ki assınlar. Vinçle sallansınlar. Olmaz. Ne hayvanlara, ne çocuklara, ne bebeklere olmaz yani.